heç nə keçmiş qədər özünü isbatlaya bilməyib. Hal-hazırda baş verənlərin nə qədər doğru, nə qədər yanlış olduğunu biz 10 il, 20 il, 30 il, 40 il sonra tam mənasıyla başa düşəcəyik. Amma keçmiş özünü isbatlayıb. Biz keçmişə nəzər saldıqda nəyin yanlış, nəyin doğru olduğunu o zamanın keçməsinin fonunda müəyyənləşdirə bilirik. Keçmişdən bizə qalan dəyərlər var. Bunlar özlərini 10 min illərdir isbatlamışdır. Həm dostluq münasibətlərində, həm qonşuluq münasibətlərində, həm ailə daxilində, insana baxışda, Allaha baxışda, təbiətə baxışda, ətrafa baxışda bu dəyərlər az qala 10 min ildir ki, özünü isbatlamışdır. Və biz bu dəyərlər əsasında yaşayırıq. Amma bugün meydana çıxan yeni dırnaqarası trendlər, brendlər, bunlar bəşəriyyətə xoşbəxtlik gətirən, nizamı qoruyan dəyərlərə meydan oxuyur. Və insanlar dağıdıcı azadlığa o qədər məftun olublar ki, bu azadlığın məsti xumarından ayılmadan hər şeyi yıxıb dağıdırlar. Bəlkə də 20 il, 30 il, 40 il sonra bəşəriyyət bu qədər azadlığa alidə olmağın ağır acısını daha əyani şəkildə hiss eləyəcək və bu dövr üçün təəssüflənəcəkdir.